Bəzi insanlar müsəlman olduqları üçün, dindar olduqları üçün və dini əməlləri yerinə yetirdikləri üçün ibadət məsələlərini yerinə yetirdikləri üçün minnət qoyurlar, özlərin təkəbbürlü hesab edirlər və digər cəmiyyət daxili qeyri-ibadi insanlardan özlərini yuxarı bilirlər. Allah bu barədə nə deyir? İslamı qəbul etmişik deyə sənə minnət qoyurlar. Yəni peyğəmbərə minnət qoyurlar ki, biz İslamı qəbul eləmişik. Biz digər insanlardan üstünük. De ki, İslamınıza görə mənə minnət qoymayın. Peyğəmbərə deyir ki, Allah təbarək və təala, de onlara, mənə minnət qoymayın ki, siz İslamı qəbul eləmişsiniz. Yəni sizin üçün bir fəxr olması bir məsələ deyil. Əslində sizi imana hidayət etdiyi üçün Allah sizə minnət qoyur. Yəni sizi Allah dəvət edib. Bizləri Allah dəvət edib bu yola. Bizlər kimi ki? Əlbəttə, əgər düz danışansınızsa, doğruçulardansınızsa. İslam əqidələrini qəbul etmək, dindar olmaq, namaz qılmaq, möhrün alnında olan izi fəxr olunması məsələ deyil. Böyük bir iş deyil bu. Yəni bunun üçün fəxr etməməlisən, şükr eləməlisən. Ki Allah səni hidayət edib. İnna hədaynahus səbil. Həqiqətən odur hidayət eləyən, Allahdır hidayət eləyən səni. Sadəcə seçim yolu səndədir. Şükr eləyənlərdən olarsan, imma şakirən və imma kəfura, ya da ki, inkar eləyənlərdən olacaqsın. Çünki Allah tərəfindən sən hidayət olunmusan. Sən fəxr eləyə bilməzsən. Allah sənə minnət qoyur ki, mən səni hidayət eləmişəm. Allah sənə dəyər verib. Səni yanına çəkib. Səni düzgünlüyə tərəf çəkib. Əsas məsələ iman və qəlbin Allah qarşısında təzimi və təslim olmasıdır. Nəinki cismin. Qəlbin təzim eləsin, ruhun təzim eləsin Allahın qarşısında. Yəni əsas məsələ cismin təzimi deyil. Qəlblə, imanla, təqva ilə, mərifətlə, əxlaqla təzim eləyəsən Allah qarşısında.